Salam. Təsəvvür edin, Azərbaycan sərhəddindən mal keçirirsiniz və ya sadəcə səyahət edirsiniz də. Hə, gündəlik həyatda çoxlarının rastlaşdığı bir situasiyadır. Bəs bu prosesi hansı qaydalar idarə edir? Bax, bugün məhz bu məsələyə, yəni Azərbaycanın gömrük məcəlləsinin əsas məqamlarına toxunacağıq. Əlimizdə məcəllənin ümumi hissəsindən bəzi çıxarışlar var. Məqsədimiz də oldur ki, bu ilk baxışda bəlkə də mürəkkəb görünən sənədin sizin üçün, yəni praktikada nə anlama gəldiyini anlamağa kömək edək. Bəli, çox vacibdir. Çünki bu məcəllə əslində Azərbaycanın gömrük sahəsindəki bütün fəaliyyətinin, necə deyim, hüquqi, iqtisadi və təşkilati əsasını təşkil edir. 2011-ci ildən qüvvədədir və sərhəddən keçən hər şeyə, istər mal olsun, istər nəqliyyat vasitəsi şamil olunur. Yəni hər şeyə nəzarət edir. Tamamilə. İlk olaraq gəlin təməl anlayışlardan başlayaq. Məsələn, gömrük ərazisi deyəndə nə nəzərdə tutulur? Bu çox əsasdır. Hə, bu harada əslində? Yəqin ki, təkcə quru sərhədləri deyil. Əlbəttə deyil. Baxın, təkcə ölkənin quru sərhədləri yox, həm də onun daxili suları, Xəzərin, bilirsiniz, Azərbaycana aid olan bölməsi, hətta onun üzərindəki hava məkanı da bura daxildir. Hava məkanıdır. Çox genişmiş. Bəli, yəni kifayət qədər əhatəli bir ərazidən danışırıq. Anladım. Bəs bu geniş ərazidə qaydalara əməl olunmasına kim cavabdehdir? Sərhəddə konkret kimlərlə qarşılaşırıq? Baxın, bu məsuliyyət birbaşa gömrük orqanlarının üzərindədir. Onlar sadəcə yoxlama keçirən bir qurum deyil, həm də vahid sistem təşkil edən hüquq mühafizə orqanlarıdır. Bu vacib məqamdır. Hüquq mühafizə orqanı kimi? Bəli. Və onların işi, necə deyim, çox şaxəlidir. Qanunlara riayət olunmasını təmin etmək, malların yoxlanılması, rəsmiləşdirilməsi və təbii ki, dövlət büdcəsi üçün çox vacib olan gömrük ödənişlərini toplamaq. Yaxşı, bəs siz, yəni ticarətlə məşğul olan və ya sadəcə səyahət edən bir şəxs bu orqanlarla necə əlaqə qurursunuz? Prosesdə sizin rolunuz nə olur? Əslində bir neçə variant mövcuddur. Siz birbaşa özünüz bəyannaməçi kimi çıxış edə bilərsiniz. Yəni, lazım olan məlumatları gömrük orqanına təqdim edən şəxs olaraq. Yəni, özüm bəyan edirəm. Bəli. Amma etiraf edək ki, proseslər bəzən mürəkkəb ola bilir, sənədləşmə filan. Ona görə də çoxları bu işi peşəkarlara həvalə edir, yəni lisenziyalı gömrük brokerlərinə. Hə, o daha asan olar yəqin. Bəli, onlar sizin adınızdan bütün rəsmiləşdirməni apara bilərlər. Amma bununla bitmir, beynəlxalq təcrübəyə uyğun olaraq daha xüsusi bir status da var. Səlahiyyətli iqtisadi operatorlar, qısaca AEO deyilir. AEO, bu nədir? Bunlar, necə deyim, etibarlılığını sübut etmiş, müəyyən standartlara cavab verən şirkətlərdir. Və bu status onlara gömrükdə sanki bir sürətli keçid zolağı verir. Daha az yoxlama, daha sürətli rəsmiləşdirmə. Bu, həqiqətən də böyük bir üstünlükdür, xüsusilə iri həcmli ticarətlə məşğul olanlar üçün. Həqiqətən maraqlı səslənir. Əsl rəqabət üstünlüyü kimi. Texnologiya demişkən, müasir dövrdə bütün bu proseslərdə rəqəmsallaşmanın rolu nə qədərdir? Yəqin ki, kağız işləri azalır. Əlbəttə, əlbəttə. Texnologiya çox vacibdir və məcəllə də bunu nəzərə alır. Artıq elektron sənəd anlayışı geniş yayılıb. Ümumiyyətlə, informasiya sistemlərinin, texnologiyaların tətbiqi xüsusi vurğulanır. Yəni, hər şey rəqəmsala keçir. Böyük ölçüdə bəli. Məqsəd prosesləri asanlaşdırmaqdır. Məsələn, bir pəncərə prinsipi var. Təsəvvür edin ki, müxtəlif icazələr üçün fərqli-fərqli idarələrə getmək əvəzinə bir çox məsələni vahid bir nöqtədən elektron şəkildə həll edirsiniz. Bu çox böyük rahatlıqdır. Bəli, vaxta qənaət edir. Dəqiq. Həmçinin risklərin idarə edilməsinə əsaslanan yaşıl dəhliz sistemi də çox önəmlidir. Yaşıl dəhliz, bunu tez-tez eşidirik. Bu nə deməkdir tam olaraq? Bu o deməkdir ki, əgər sizin yükünüz və ya sənədləriniz sistem tərəfindən aşağı riskli hesab olunursa, onda gömrük nəzarətindən daha sürətlə, bəzən heç fiziki yoxlama olmadan keçə bilirsiniz. Vau, bu əladır. Bəli. Bu, həm vaxta, həm də resurslara ciddi qənaət deməkdir. Amma əlbəttə, yüksək riskli yüklər daha ətraflı yoxlanılır. Bütün bunlar çox yaxşıdır. Sürət, asanlıq, texnologiya. Amma həyatda da bəzən anlaşılmazlıqlar, mübahisələr olur. Deyək ki,
Siz gömrük orqanının hər hansı bir qərarı və ya hərəkəti ilə razı deyilsiniz. Nə edə bilərsiniz? Hüquqlarınız varmı bu vəziyyətdə? Tamamilə var. Məcəllə təkcə vəzifələri yox, həm də sizin hüquqlarınızı çox aydın şəkildə müəyyən edir. Bu çox önəmlidir. Əgər gömrük orqanının qərarından, hərəkətindən və ya necə deyim, hərəkətsizliyindən narazısınızsa, qanun sizə şikayət etmək hüququ verir. Şikayət etmək. Hara? İki əsas yol var. Siz həm inzibati qaydada, yəni yuxarı gömrük orqanına müraciət edə bilərsiniz, həm də birbaşa məhkəməyə üst tuta bilərsiniz. Seçim sizindir, bəzən hər ikisini də etmək olar. Yəni, hüquqi müdafiə mexanizmləri var. Bəli. Üstəlik, onu da qeyd edim ki, qanunvericiliyin tətbiqi ilə bağlı hər hansı sualınız yaranarsa, gömrük orqanlarından rəsmi şəkildə məlumat və məsləhət almaq hüququnuz da var. Yəni, bu prosesdə siz tək deyilsiniz. Çox yaxşı. Deməli, ümumiləşdirsək, Azərbaycanın gömrük məcəlləsi sadəcə quru qaydalar toplusu deyil. Bu, əslində beynəlxalq ticarəti və səyahəti nizamlayan, eyni zamanda dövlət maraqları ilə fərdlərin və biznesin maraqları arasında bir tarazlıq yaratmağa çalışan canlı bir mexanizmdir. Dəqiq elədir. Düz vurğuladınız. Texnologiyadan istifadə isə bu tarazlığı daha səmərəli, daha müasir etmək cəhdidir. Tamamilə doğrudur. Baxın, əsas məqsəd ikilidir. Bir tərəfdən ölkənin təhlükəsizliyini, iqtisadi maraqlarını, gəlirlərini qorumaq. Digər tərəfdən isə qanuni ticarət və səyahət üçün əlverişli, proqnozlaşdırıla bilən, şəffaf bir mühit yaratmaq. Bəli. Əgər sizin fəaliyyətiniz bir şəkildə Azərbaycanın gömrük sərhədləri ilə bağlıdırsa, istər iş adamı olun, istər turist, bu məcəllənin əsas prinsiplərini bilməyə işinizi həqiqətən də xeyli asanlaşdıra bilər. Çox sağ olun. Gömrük nəzarəti nədir? Yəni, niyə lazımdır bu qədər yoxlama? Gömrük nəzarəti, belə deyək, qanunlara əməl olunmasını yoxlamaq üçündür. Ən əsası budur. Amma bu təkcə çamadanınıza baxmaq demək deyil, əlbəttə. Yəni, daha genişdir. Bəli, bəli. Bura sənədlərin yoxlanması girir, malların özünə, yəni fiziki baxış keçirilməsi. Aha. Hətta mallar buraxılandan sonra da şirkətlərdə yoxlamalar aparıla bilər. Buna gömrük auditi deyirlər. Deməli, sonradan da yoxlaya bilirlər. Bəli, əlbəttə. Müasir texniki vasitələrdən, skanerlərdən də geniş istifadə olunur. Məqsəd həm qanun pozuntusunun qarşısını almaqdır, həm də, necə deyim, prosesi çox da ləngitməmək. Buna görə indi daha çox risk analizinə üstünlük verilir. Yəni, hər kəsi yox, daha şübhəli görünən halları yoxlayırlar. Başa düşdüm. Yəqin ki, çoxunuzun, yəni adi səyyahçilərin qarşılaşdığı əsas məqam sərhəddəki o rəngli dəhlizlərdir, yaşıl, qırmızı. Bunların mənası nədir əslində? Hə, o dəhlizlər sırf fərdi səyahət edən fiziki şəxslər üçündür. Sistemi sadələşdirmək məqsədi daşıyır. Əgər sizin, belə deyək, mütləq şəkildə bəyan etməli, yəni bildirməli olduğunuz bir mal yoxdursa... Məsələn, nə kimi? Məsələn, qanunla icazə verilən limitdən artıq pulunuz yoxdursa, ya da müəyyən miqdardan çox spirtli içki, tütün gətirmirsinizsə, onda yaşıl dəhlizi seçirsiniz. Bu, o deməkdir ki, mənim bəyan ediləsi bir şeyim yoxdur. Bu, bir növ şifahi bəyan etmə sayılır. Yaxşı, bəs qırmızı dəhliz? Yox, əgər deyək ki, şəxsi istifadə üçün olsa belə, müəyyən limitləri aşan mallarınız varsa və ya elə mallar var ki, qanun onların mütləq yazılı bəyan edilməsini tələb edir. O zaman siz qırmızı dəhlizə yaxınlaşırsınız və orada sadələşdirilmiş formada da olsa yazılı bir bəyannamə doldurursunuz. Deməli, nəsə varsa qırmızı dəhliz. Bəli, əsasən belə. Amma onu da deyim ki, bəzi istisnalar, güzəştlər də var. Məsələn, diplomatik statusu olanlar və ya beynəlxalq müqavilələrə əsasən bəzi şəxslər fərqli qaydalara tabe ola bilər. Yoxlamalardan azad oluna bilər. Aydın oldu. Bu, fərdi səyahətçilər üçün. Bəs biznes tərəfi, şirkətlər üçün malların bəyan edilməsi, rəsmiləşdirilməsi ümumiyyətlə necə baş verir? Daha mürəkkəbdir yəqin. İndi açığı əsasən hər şey elektronlaşıb. Mallar çox vaxt elektron formada bəyan edilir. Bu, həm daha sürətlidir, həm də şəffaflığı artırır. Yəni, kağız işi azalır. Bəli, əhəmiyyətli dərəcədə. Amma qanunda nəzərdə tutulan bəzi xüsusi hallarda yazılı, hətta şifahi bəyan etmə də mümkündür. Vacib bir qayda odur ki, idxal olunan mal ölkəyə gətirildikdən sonra adətən 15 gün ərzində rəsmi bəyannamə verilməlidir. 15 gün. Hə.
Bir də səlahiyyətli iqtisadi operator deyilən bir status var. Bu, gömrük orqanlarının etibar etdiyi, müəyyən şərtlərə cavab verən şirkətlərə verilir. Onlar üçün və ya bəzi hallarda fiziki şəxslərin kommersiya məqsədi olmayan mallar üçün daha sadə, sürətli bəyan etmə formaları, yəni sadələşdirmələr mövcuddur. Yenə də məqsəd ticarəti ləngitməmək, asanlaşdırmaqdır. Bütün bu proseslərdə sənədləşmənin rolu nə qədərdir? Yəqin ki, çox vacibdir. Əlbəttə, sənədlər çox önəmlidir. Gömrük orqanları lazım olan sənədləri, məlumatları tələb edə bilər. Hətta maraqlı bir məqam da var, onu deyim. Buyurun. Məsələn, bir mal gömrükdən keçib sərbəst dövriyyəyə buraxıldıqdan sonra belə, həmin mala aid sənədləri ən azı 3 il saxlamaq lazımdır. 3 il? Niyə ki? Çünki sonradan hər hansı bir yoxlama ola bilər, nəsə dəqiqləşdirmə lazım gələ bilər. Yəni, o sənədləri tez bazar atmaq olmaz. Bu vacib məsləhətdir. Mənbədə bir də əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı bir şey oxudum. Yəni, saxta məhsullar. Gömrük bununla necə mübarizə aparır? O da çox aktual məsələdir, düz vurğuladınız. Əgər siz, məsələn, bir brendin sahibisinizsə, bir ticarət nişanınız varsa və şübhələnirsiniz ki, sizin məhsulun saxtası, yəni kontrafakt və ya pirat versiyası ölkəyə gətirilə bilər, Bəli. onu siz qabaqcadan müdümlü orqanlarına müraciət edə bilirsiniz. Ərizə yazırsınız, sübutlarınızı təqdim edirsiniz, hətta müəyyən bir təminat, yəni pul qoyursunuz ki, əgər yanılmış olsanız, mal sahibinə dəyən zərər ödəlsin. Aha, bu maraqlıdır. Və əgər gömrük həqiqətən də sərhəddə belə şübhəli mal aşkarlasa, onun buraxılışını müvəqqəti dayandırır, saxlayır və sizə xəbər verir. Bu, hüquq sahiblərinin öz brendini, öz məhsulunu qoruması üçün çox güclü bir mexanizmdir. Deməli, belə yekunlaşdıra bilərik də, Azərbaycanın gömrük məcəlləsi bir tərəfdən qanunlara əməl olunmasını, təhlükəsizliyi təmin edir, digər tərəfdən də müasir tələbləri uyğunlaşaraq həm sizin kimi səyahətçilər, həm də bizneslər üçün sərhəd keçməni, ticarəti mümkün qədər asanlaşdırmağa çalışır. Əsas prinsiplər, deyəsən, dəqiq bəyan etmə, qaydalara əməl etmək və o dediyiniz risk əsaslı nəzarətdir. Xüsusilə bu yaşıl dəhliz sistemi, o dediyim səlahiyyətli operatorlar üçün sadələşdirmələr, bunlar hamısı prosesləri sürətləndirməyə yönəlib. Bu da əslində adamı düşündürür. Nəyi məsələn? Görəsən, gələcəkdə texnologiya daha da inkişaf etdikcə, süni intellekt, daha dəqiq risk analizləri, bu gömrük nəzarətinin effektivliyi ilə ticarətin asanlaşdırılması arasındakı o balansı necə dəyişəcək? Bəlkə sərhədlər daha görünməz olacaq, amma nəzarət daha ağıllı, daha dərin olacaq. Bu haqda düşünməyə dəyər məncə. Sonda isə sizi, hörmətli dinləyicilər, biraz düşündürmək istərdik. Yaşıl dəhliz kimi avtomatlaşdırılmış sistemlər getdikcə daha çox tətbiq olunduqca, sizcə bu, gömrük nəzarətində səmərəliliklə insan faktorunun, yəni təcrübənin, intuisiyanın, bəlkə də o 6-cı hissin rolu arasındakı balansı gələcəkdə necə dəyişdirəcək? Bu barədə düşünməyə dəyər.